Özünə ev almısan min əziyyətlə. Sonra məlum olub ki, bu evi 4 nəfərə də satıblar. Elə bir evin 5 yiyəsi var. Və sən indi problemini aradan qaldırmaq üçün nə edirsən? Hüquqiyyəyə sual verirsən. Hətta bunu telefon üzərindən chatbotla özdə səsli formada yoxlayaq. Özümə ev almışam, əlimdə sənədlərim də var. Məndən başqa 4 nəfərə də satıblar. İndi bilmirəm, hüquqi olaraq mən nə etməliyəm, mənə kömək et. Yazılı formada əlavə oldu və göndərin. Başlayır izahlar verməyə. Sənədlərinizi yoxlayın, daşınmaz əmlakın dövlət registrini yoxlayın, mülki məcəllənin maddələrini göstərir, hüquqi yardım, məhkəmə müraciəti, cinayət əməli və s. Yəni, məsələ nədir? Məsələ odur ki, başımıza müxtəlif hadisələr gələ bilər. Emosional olub, özümüzdən çıxıb, dağıdırıq aləmi. Belə yox. Biz mütləq şəkildə hüquqiyyədən istifadə etməliyik ki, hüquqlarımızı bilək. Çünki hüquqlarını bilən insanlar, hüquqlarını bilməyən insanlardan həmişə 1-0 öndə olurlar. Huquqai.com daxil olun, ətraflı tanış olun. Mən inanıram ki, hər birinizə faydası olacaq.